Yerli seçkilərə cəmi bir gün qalıb. Hakim partiyanın Marneuli merliyinə namizədi Daud İsmailov seçki öncəsi təşviqat kampaniyasının uğurla başa çatdığını bildirib. O, yerli sakinlərin ehtiyaclarının nəzərə alınacağını vurğulayaraq vətəndaşlara müraciət edib və onları seçkilərdə fəal iştirak etməyə çağırıb. Seçki kampaniyasını biz çox uğurlu bir şəkildə demək olar ki, başa çatdırdıq. Görüşlərimiz zamanı biz həm gələcəkdəki proqramlarımız haqqında və eyni zamanda yerli sakinlərin ehtiyacları və onlara lazım olan məsələlər haqqında söhbət etdik. Qeyd etmək istəyirəm ki, biz hər bir inzibati validelikdə yerli sakinlərlə görüşdük və hər bir görüşümüz çox isti bir mühitdə keçdi və onların mənə verdiyi bu stimul, mənə verdiyi bu müsbət enerji mənə o imkanı verir ki, mən 4 oktyabrda inamlı qələbə əldə edəcəm. Biz seçkiləri tam dinç və sakit bir şəraitdə keçirməyi düşünürük və əminəm ki, bizi 4 oktyabrda inamlı bir qələbə gözləyir. Qeyd edək ki, sabah 4 oktyabr tarixində Gürcüstanda yerli özünü idarə etmə seçkiləri keçiriləcək. Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ümumi seçki sayı 3.513.818 nəfərdir.